tənhalığa gedən yolun başlanğıcı. Bacım uşaqları var, heç gəlməblər. Yoxlamırlar sizi? Yox, heç gəlməblər. Qoca kimə lazım əmman indi qocaya? Birinci həyatım oydu. İnsanda birinci həyat. Maraqlıdır, onlar bizə nələri etiraf etdi. Mən həbsxanaya düşdüm 2010-cu ildə. Talihdir də bu. Mən heç kimi günahkar saya da bilmirəm axı. Arvad üstə getmişdim, bilməmişdim. Başınıza gələn bu hadisələrin günahkarı, səbəbkar kimdir? Özümü. Heç səni bir cavan vaxt istəyib eləyən olmadı? Estağfirullah. Niyə olmuyubdu? Olubdu. Nəsə Allah'tan olmayan qismət hardan olacaq balam? Nəysə ay balam. Deyir, sinəmi qurdalamayın. Sinəmdə yaralar çoxdur. Taleyin sərt sınağı qarşısında imtahan vermiş bu qocaların həyat hekayəsini həftənin cümə günü saat 19:30-da bu Bizikdə izləyin.